Salam əziz Gəzək Görək Yeyək səhifəsinin izləyiciləri. Bayramınız mübarək. Gözəl günləriniz olsun inşallah. Diləkləri ilə açırıq bugün videomuzu. Bugün sizə gördüğünüz kimi burada ateşfəşanlıq başlayıb. Bugün sizə İranın bir adətini də göstərmək istəyirəm. İranda buna həfsin süfrəsi deyirlər əziz izləyicilər. Yəni 7 dənə S hərfi ilə başlayan nemətləri düzəllər süfrəyə. Bunlardan nədir? İğdə, yəni sincit deyirlər. Sonra sumaq, əzizləyicilər, sumaq. Sonra sirkə, sarımsaq. Baxın, belə sirkə, sarımsaq. Oy, salıb dağıtmışdım. Sonra bir qap su. Və burada elə bir ki müharibə anıdır. Çünki bugün... Yox oğlum, içməyəcək. Çərşənbə günü, ilin axır çərşənbəsi burada çox güclü ateşfəşanlıq eləyirlər. Dayanmadan. Bu səməni halvası. S hərfi ilə. Sonra alma. Almaya da nə deyirsiniz? Sib. Almaya da sib deyirlər. Ona görə alma da var süfrədə. Və süfrələrin baş tacı, dinimizin müqəddəs kitabı Quranımız var. Bunu da qoyuruq süfrəyə və belə bir boşqab hazırlayırıq. İçinə evdə olan düyü, noxud, lobya, belə çəkim rahat olsun. Nə istəsəz bu ərişdə düzürsünüz. Bunlar da bolluq, bərəkət rəmzidir və içinə simvolik olaraq sikkələr qoyursunuz belə. Bir də küncüt. Küncüt deyil oğlum, o qorğadır və qorğa qoyuruq. Qorğa da qoyuruq süfrəyə. Bir də qorğa. Duz, neymətdir duz, bolluq, bərəkətli, ilimiz gözəl olsun. Un. Yavaş. Və belə bir ədəd çiğ yumurta qoyuruq əzizləyicilər. Yumurta nədir? Çiğ yumurtadır da oğlum o da. Və belə canlı balıqlar. İndi bu canlı balıqların da yerini düzəldim mən. Canlı balıqlar. Və Məhəmməd Mehdi dayansın. Məhəmməd Mehdi maşallah müdaxilə eləyir hər şeyə. Mənim güzgün böyükdür. Güzgün sürüşməsin deyə süfrəni belə salmaq məcburiyyətində qalmışam əzizləyicilər. Bunu da bəxt güzgüsü, toy güzgüsünün qarşısına düzürlər. Mənim güzgüm toy güzgüm biraz böyük olduğu üçün belə düzməli oldum. Və mən boyadığım rəngli yumurtaları da qoyuram süfrəmizə. Yumurtalar bizə. Bu arada deyim ki, bu riştə deyirlər. Riştə də pisdir. Məhəmməd Bey də nemət də elə demək olmaz. Ərişdə, noxud, lobya bunları Təbrizin adətidir. Təbrizlilər düzür. Nemətdən bolluq, bərəkətli olsun süfrəmiz. Sonra da bura düzdüyümüz bu nemətlərin... Bir də bura düzdüyümüz nemətlərin hamısını oğlum səməni qaytarıb öz süfrəsini yerlərinə tökəcəyik. Məhəmməd Mehdi öz səsimi eşitmirəm. Öz yerlərinə tökəcəyik ki, il boyu süfrəmiz bol, bərəkətli, ruzili olsun. Əzizləyicilər və bayram axşamı bu almanı bayram axşamında yoxsa sizdə bir dəhdədir bu almanı bölüb yemək? Bir də sizdə bir də yəni köhnə Novqot kimi əzizləyicilər burada bir şey var. Həmin günü pikniyə gedirlər 100%. Gedirlər baharın gəlişini qeyd eləyirlər. Təbiətdə olur insanlar. O gecə bu almanı bölürsən, evdə neçə nəfər var, onun sayı qədər bölürsüz, bu almanı da yeyirsiniz. Və bu da bayram süfrəsindən belə bir daha doğrusu Novruzun bir adəti bizdə olmayan, İranda olan. Biz 7 cürbəli, bizdə nemət düzərik, amma ki belə bir şeylər də ölü bizdə də. İranda olan bir adət-ənənəni istədim sizə göstərəm. Baxın, balıq da qoyuruq, canlı balıqlar olur. Dediyim kimi. Canlı balıqlar da olur. Uzaqdan çəkim sizə göstərim. Şam, güzgü, səməni. Səməni, Quran, sarımsaq. Baxın belə. Bu da İranın Novruz adətlərindən biri əzizləyicilər. Bu da mən. Bəli əziz izləyicilər, bu Bay bay, sağ olun.
Sağ olun. Və bu da Həfsin süfrəmizdən 7 S hərfi ilə olan süfrəmizdən olan videomuz bu qədər. Hələlik yeni videolarımıza qədər görüşərik. Bizi səhifəmizə Bay abunə bay. olun. Salam. Like eləməyi unutmayın. Hələlik. Can.